Bilmirəm, yox herhalde. Nəyə görə? Mənim soyadım var da. Mənim soyadıma nə olub? Sıtışmayıb ki. Xeyr. Nəyə görə? Yoxumdur. Bir yaşa qədər olmayıbsa deməli olmayacaq da. Xeyr, Nəyə görə? elə belə. Yox yəqin ki. Nəyə görə? Öyle də səbəbi soyadımdan razıyam, məmnunam. Mən də qəbul edəməzdim. Nəyə görə? Yəni səbəbi yoxdur da, bu həmişə olan bir şeydir. Xeyr. Nəyə görə? Gələ görmüşük, yəni bu biraz necə deyirlər, bizim mentalitemə uyğun deyil də, yəni. Ki, xanımın familiyasını soyadını götürmək. Ona görə də öz soyadımızda qalsaydı daha yaxşı olar, amma hətta ki, mənim öz həyat yoldaşım mənim soyadımı götürməyib. Bəzi səbəblərdən mən təhsil səbəbinə görə götürməyib, amma mən götürməzdim. Yox, qəbul eləməzdim. Mənim 83 yaşım var, biz 53 ildir yaşayırıq bir yerdə. O öz familiyasındadır, mən öz familiyamda. Bizim mentalitetdə belə deyək, kişinin familiyasını götürməlidir, ya da hər öz familiyada qalmalıdır. Ən yaxşısı budur. Xeyr. Niyə? Bəy niyə qəbul eləməlidir ki? Adət-ənənələrimiz var da. Adət-ənənəyə görə xanım qəbul eləməlidir.